Zaman tuneli ilə keçmişə, Şumerə səyahət. 4-cü hissə. Məktəbdə öyrənmək üçün çoxlu məlumatlar var. Görək daha neçə il ora bura qaçıb öyrənməyə çalışacağam. Amma sonda hakim, müəllim, həkim və ya saray katibi ola bilərəm. Kaş o günləri görə bilsəydim. Öyrənməkdə çətinlik çəkdiyim və heç sevmədiyim mövzu, bəlkə də sevmədiyim üçün öyrənmək çətin gəlir mənə. Dağlar, çaylar, yerlər, daşlar, mədənlər, bitkilər kimi bir çox varlığın adlarını və yazılarını əzbərləməkdir. Bir də bu sözləri yazarkən çay adıdırsa çay işarəsi, heyvan adıdırsa heyvan işarəsi, bitkidirsə bitki işarəsi qoymaq lazımdır. Bunun faydası çoxdur. Çünki oxuduğumuz sözün növünü izah edir. Ancaq bunların hamısını bir anda yadda saxlamaq asan deyil. Asan və ya çətin, nə edək? Məktəbi bitirmək üçün hamısını bilməliyik. Məktub yazmağı yeni öyrənməyə başladıq. Qonşuda bir xala var. Elə bil bunu eşidib. Başqa şəhərdə olan oğluna məktub yazmaq üçün bir gün yanıma gəldi. Əvvəlcə bunu bacarmayacağımdan qorxdum. Sonra bu mənim üçün sınaq olar dedim və qəbul etdim. Amma başqasının adından məktub yazmaq nə qədər çətin imiş. Nə yazdırmaq istədiyini düzgün izah edə bilmirdi. Dediklərini toplayıb qələmə alana qədər yoruldum. Məktubları aparan elçini İsin şəhərinə gətirdik. Xala buna çox sevindi. Bunun müqabilində mənə hədiyyə olaraq bir səbət xurma gətirib. Bilmirəm, bilirsinizmi? Suyu və istisi bol olan ölkəmizdə çoxlu xurma ağacı var. Xurma bizim ən vacib meyvəmizdir. Üzüm bağlarımız da var. Lakin üzümdən daha çox şərab hazırlamaq üçün istifadə edirlər. Şərab deyəndə yadıma düşdü. Su əvəzinə bol-bol pivə içdiyimizi demədim sizə. Pivə bağlamalarda və ya kiçik və iri küplərdə saxlanılır. Ağzı palçıqla örtülür və möhürlənir. Bu pivə ya stəkanlarda, ya da içi boş qamışlarda içilir. Bir neçə nəfər danışarkən bir küpdən qamışla pivə içmək çox xoş olardı. Bizdə pivə istehsal edən bir çox yer var. Pivəxanada içmək istəyirsinizsə, gümüş əvəzinə arpa gətirməlisiniz. Bildiyiniz kimi pivə arpadan hazırlanır. Sizə qəhrəmanlarımız haqqında danışmağı az qala unudacaqdım. Qədim zamanlarda bizim çoxlu qəhrəmanlarımız olub. Qəhrəmanın nə demək olduğunu bilirsinizmi? Biz öz ölkəsi üçün heç kimin edə bilməyəcəyi faydalı işlər görənlərə qəhrəman deyirik. Böyüklərimiz uşaqlara onların nağıllarını danışırlar. Onların yaşadıkları dövrdə hələ yazımız yox imiş. Ona görə də macəralarını özləri yaza bilməyiblər. Lakin şairlərimiz, bardlarımız onların etdiklərini dastana çevirərək mərasimlərdə alətlərin müşayiəti ilə nəğmə kimi oxuyublar. Beləliklə onların hekayələri şifahi olaraq dövrümüzə qədər gəlib çatıb. Amma indi yazımız çox inkişaf etdiyi üçün gil üzərinə yazılmağa başlayıb. Bu qəhrəmanların hekayələri arasında ən çox sevdiyim qəhrəman Bilqamış və onun yaxın dostu Enkidunun əjdaha öldürdüyü hekayələrdir. Sizə bu barədə qısaca danışmaq istəyirəm. Siz də onu tanımış olacaqsınız və bununla da onun arzusu da yerinə yetəcək. Bilqamış ətrafında ölən insanları görəndə, bir gün mən də öləcəm, adım sanım yox olacaq, heç kim məni xatırlamayacaq. Ölməmişdən əvvəl ölkəmə o qədər faydalı bir iş görməliyəm ki, adım dillərdən düşməsin, ağıllardan çıxmasın. O vaxt odunumuzun kəsilərə gətirildiyi uzaq dağlarda meşəyə bir əjdaha girib. Meşədə heç kəsi qoymur, gələn hər kəsi udurmuş. Bilqamış qərar verib. Mən o əjdahanı öldürə bilərəm, xalqımı xilas edə bilərəm və adımı ölümsüz edə bilərəm. Dərhal dostu Enkiduya gedib əjdahanı öldürmək deyəndə Enkidu qorxusundan titrəməyə başlayıb və deyib: "Amma dostum, o əjdahanın dişləri canavar dişləri, üzü şirin üzü, səsi sel sularının səsinə bənzəyirmiş. Gördüyünü bir loxmada yeyirmiş. Biz onu necə öldürə bilərik? Nə olar bu fikrindən əl çək. Mən getməliyəm" deyə yalvarsa da, Bilqamış deyib: "Qorxma dostum, İkimiz birlikdə olsaq, bacara bilməyəcəyimiz heç nə yoxdur. Başqa dostlar da taparaq yola düşüblər. Dərə təpə düz gedib, 7 dağı keçdikdən sonra meşəyə çatıblar. Əjdaha onların uzaqdan gəldiyini başa düşüb və onları meşədən uzaqlaşdırmaq üçün müxtəlif yollara əl atıb. Lakin Bilqamış heç birinə əhəmiyyət vermədən tək gedib əjdahanı öldürüb. Beləliklə xalqımız ondan xilas olub və qəhrəmanlarımızın adı da istədiyi kimi unudulmayıb. Dastanları isə əsrlər boyu davam edib. Bunları deməklə məndən 4000 il sonra gələn sizlərə təqdim edirəm və daha 4000 ildə yaşatmış oluram. O və mən necə xoşbəxtiyik. Kaş vətənim üçün belə faydalı işlər görüb, qəhrəman kimi adımı yaşada bilsəydim. Artıq dediklərim indi kifayətdir, elə deyilmi? Ölkəmi və öz həyatımı biraz da olsa tanıda bildimsə, çox şadam.
Sizi yaşadığınız 20-ci əsrə aparıb öz dövrümə qayıdacam. Hazırsınızmı? İndi eramızdan əvvəl 20-ci əsrdəyik. Gələcəyə doğru yola çıxırıq. 15-ci əsrdə xalqımız artıq görünmür. 10-cu əsr, 1-ci əsrə gəldik artıq. Millətimizin adını hamı unudub. Amma yazılarımızın, dini mərasimlərimizin, hətta tanrılarımızın belə davam etməsi təəccüblü deyilmi? Kitabxanalarımız, arxivlərimiz müharibələr zamanı yandırılmış, dağıdılmış binaların altında qalıb. Hətta möhtəşəm şəhərlərimiz də yoxa çıxıb. İndi gələcək zamana doğru gedirik. Gəlin yolumuza davam edək. 10-cu əsr, 15-ci əsr. Bu arada bir çox yeni millətlər, dövlətlər və dinlər yaranıb. 20-ci əsrin əvvəllərinə gəldik. Burada biraz yavaşlayaq, elə deyilmi? Ölkəniz düşmənlərlə əhatə olunub. Müharibələr, ölənlər, yaralananlar, ac qalanlar, köç edənlər. Amma tanrılarımız eynidir. Bizim ölkədə təsvir olunanlar kimidir. Yenə bəxtiniz gətirib. Qəhrəman Mustafa Kəmal gəlib öz ağlı və qüdrəti ilə düşmənlərinizdən qurtulmağınıza kömək edərək Türkiyə Cümhuriyyətini qurdu. İndi o türklərin atası mənasını verən Atatürk soyadını götürdü. Bunu götürməkdə çox haqlı idi. Çünki ölkənizin hər tərəfinə düşmənlər daxil olmuşdu. Əgər o qorxmadan qabağa çıxıb rəhbər olmasaydı, düşmənlər sizin bütün torpaqlarınızı zəbt edib türklüyü yox edəcəkdilər. O eyni ilə bizim qəhrəmanımız Bilqamış kimi etdi. Bizim ölkəmizi də düşmənlər ələ keçirəcəkmiş. O çıxıb xalqımızdan soruşub ki, ölsəydə azadlığımız üçün mübarizə aparmalıyıq, yoxsa ölməmək üçün düşmənlərə boyun əyməliyik? Bütün gənclər mübarizə edək, ölsəydə ölkəmiz azad olsun. Ən əsası vətənimizi xilas etməkdir deyərək mübarizə aparıb azadlığımızı qazanıblar. Bilirsinizmi? Atatürk demişdi ki, biz Şumerlər türklərin ilk əcdadları ola bilərik. Mənə elə gəlir ki, bu heç də yanlış deyil. Çünki əcdadlarımız eyni səbəblərdən, eyni torpaqlardan köçüblər. Sizin diliniz bizim dilimizə çox oxşuyur. Biz eyni nəsildəniyik görəsən? Mən keçmişdəyəm. Bunu araşdıra bilmərəm. Ancaq siz araşdırıb sübut edə bilərsiniz. 21-ci əsrə çox yaxınıq. İndi sizdən ayrılıb öz dövrümə qayıdıram. Siz isə yeni əsrə doğru gedirsiniz. Ölkəni əlinizdə saxlamaq və bizim kimi olmamaq istəyirsinizsə, zəhmət, hörmət, sevgi, əmin-amanlıq, qənaətçilik, dürüstlük olsun məqsədiniz. Bu məndən sizə son məsləhətdir. 21-ci əsrdə sizə xoşbəxtlik arzulayıram. Əlvida. Dinlədiyiniz üçün təşəkkürlər.